Ya Allah, Bismillah. Salam aleyküm, hər vaxtınız xeyir olsun. 25 aprel 2025-ci il. Bizdən bəzən yazırsınız, soruşursunuz ki, açıq sahada həyatda iştirak etmək üçün necə əkə bilərik? Bu barədə video çəkib, biz də qərarı aldıq ki, video çəkək. Deməli, videonun kameranı fırladıq. İndi bu üsulunu əkirik, hərə fərqli üsulunu əkir. Uzun xəndəklər götürmüşük. Bunlar peynirli, mal peynindən istifadə edir. İndi quruyub eləyib deyə bu formada səpirsiniz, çox da qalın olmamaq şərti ilə. Mal peyni olsa daha yaxşıdır. Tovuq peynində töksəz broiler peyni olmasın. Çünki tərkibindəki potaş dilin kökünü yandıra bilir. Daha sonra peyni tökdükdən sonra beləcə belləyirsiniz. Yəni peyn gedir aşağı normal halda. Peyn aşağı getdikdən sonra isə bu misal üçün belə deyim, gördüyünüz badımcan ştillərimizdir. Və bunu necə əkirsiniz? Xəndəyi götürmüsünüz, ortasına yox. Çünki suladığınız zaman istər-istəməz ştilin boyu balaca ola bilər və s. ola bilər. Ştil qalacaq istər-istəməz ortada. Su basacaq, su onu çürüdər, xəstəliklər gətirə bilər. Ona görə də qıraqları əkirsiniz belə. Yaxşı olar ki, aralarındakı məsafə 40 santıdan az olmasın. Çünki badımcan qol-budaq verir istər-istəməz. Və bir-birini basa bilər. Bu arasındakı boğulmaya, havasızlığa gətirib çıxara bilər. Belə məsafə ilə əkdikdən sonra 1, 2, 3, məsələn 4. Burada ola bilər ki, biraz yaxın olsun. Çarpıq şəkildə əksəz daha yaxşı. Biri digər tərəfə gedəcək, biri digər tərəfə. Xeyirli olsun əkənlərə hər birinə.